Hartmanın Edison geni adlı kitabında insanların fermer geni və ya ovçu geni ilə doğulduğunu, lakin məktəblərin fermer geni ilə doğulan uşaqlar üçün uyğun olduğunu izah edir. Belə ki, hiperaktiv və ya diqqət çatışmazlığı adlandırdığımız uşaqlar əslində ovçu geni ilə doğulan uşaqlardır. Belə uşaqların beyni sinifdə oturub 40 dəqiqə dərs dinləməyə uyğun deyil. Belə uşaqların beyni digər uşaqların beynindən daha fərqli çalışır. Qısa diqqət müddəti çox sürətli və uğurlu işləyən, yüksək yaradıcı işlər yarada bilən, yüksək zəkaya sahib uşaqlardır. Məhz buna görə Tom Hartman belə uşaqları bizim təbirimizcə hiperaktiv və ya diqqəti zəif yox, məhz ovçu adlandırıb. Çünki onlar bir ovçu kimi hər detala diqqət edən, tapan, kəşf edən, sürətli reflekslərə sahib olurlar. Müəllimi və ya bir başqası uşağınız dərsi dinləmir deyə şikayət edirsə, onun dediklərinə inanmağa, övladınıza diqqəti zəif damğası vurmağa çalışmayın. İlk öncə nədənlərini soruşun. Görəsən, bu doğrudur, yoxsa müəllim dərsi uşağın dinləyə biləcəyi şəkildə izah etmir deyə mütləq düşünün.